Salam. Bugünkü OTK-nın riyaziyyat imtahanının suallarının izahını verəcəm. Kanal izləyib abunə olmağı unutmayın. Vaxt itirmədən başlayaq. A həqiqət ədədinin hansı qiymətində ən böyük qiyməti, yəni bu ifadənin qiyməti ən böyük qiymət olar. İfadenin ən böyük qiymət olması üçün çıxılan ən kiçik olmalıdır. O zaman A kvadrat plus 2-nin mötərizə kubu ən kiçik olmalıdır. Qüvvət tək olanda ən kiçik olması üçün içəri ən kiçik olmalıdır. O zaman biz A kvadrat olduğuna görə A'ya biz 0 verərik. Çünki sıfırın kvadratın ən kiçik qiyməti 0-dır. 0 plus 2. 2-nin də kubu 8. Biz 43-dən də 8-i çıxsaq 35. İkinci 2025 çıx kök altını 130-un kəsir hissəsini tap. Birinci bölgənin tam hissəsini tapaq. 2025-dən çıxır 130 təxminən neçədir? 11 ilə 12-nin arasındadır. 11,5 götürürsək, 2025-dən 11,5-i çıxsaq, nə edir? 2013,5. İndi kəsr hissəsini bilir tap. Kəsr hissəsini tapan nə edirik? Ədədin özündən tam hissəni çıxırıq. 2025-dən. Hə, indi 2013,5-in tam hissəsi nə qədərdir? 2013-dür. İndi ədədin özündən də tam hissəni çıxsaq, qalar 12 çıxılsın, kök altında 130. Üçüncü sual Evlervin diaqramı ilə baxaq. Deməli, A-nın 36 elementi var, B-nin 39 elementi var. A çıx B 18-dir. Sadəcə A-da 18-dir, o zaman burada 18-dir. İndi 39-un 18-i buradadır, 21 buradadır. Bizdən də B çıxanı soruşur, 21 A variantı. Dördüncü sual hesablama bir sualdır, kəsrlərə aid. Baxaq. Deməli, birinci bunu hesablayaq. Neçə edəcək? 3-də 6, 7 daha doğrusu. Bu 7'də 30. 7'lər gedər, böyle 10. İndi ondan bunları çıxırıq. İki dənə çıxma varsa biz bunu toplaya bilərik bir yerdə. Mötərizə alıb toplaya bilərik. Bu deyir 7 tam 38'də 58. Bunu da nə edirik? 7 tam 19'da 29 yazarıq. Bu deyir 8 tam 19'da 10. Ondan da bunu çıxsaq, onu da biz nə yazarıq? 9 tam 19'da 19 çıxırıq. 8 tam 19'da 10. Bu deyir 1 tam 19'da 9. Bu da B variantı. Belə bir ifadə. Beşinci. 180'in 3, 4, 6 tərs mütənasib hissəyə bölürlər. O zaman tərs dersə 3'də 1 x, üstə gəl 5'də 1, 4'də 1 x, üstə gəlməsin 6'da 1 x bərabər 180'də. Ortaq məxrəc 12 olduğuna görə 4, 3, 2, 9x bərabər 180. İxtisarlar aparsaq, burada 20 qalar. X də bərabər nəyə 12 bölsəm 20 eləyər? 240-a. 240-ı da ən kiçik ədədi soruşur. O zaman ən böyüyə bölməliyik. 246-ya bölsəm 20. Deməli, biri 246-ya bölsəm 40. 40. Burada 60, burada isə 80. Bizə cavab alacaq B variantı. Altıncı sual AOB bucağı 140 dərəcədir. AOC-nin COB-yə nisbəti 3 bölü 4-dür. Deməli, dövrədə 140-dır. AOC-nin COB-yə nisbəti 3 bölü, yəni bura 3x-dir, bura 4x-dir, toplam 7x 140, o zaman x də bərabərdir 20. Deməli, bura 60 imiş, bura toplam 80 imiş. Və COB-nin tən bölənidir AOD. 80 də olacaq 40, 40. Bizdən də AOD-ni soruşur. Bura əgər 40-dırsa, 140-dan 40-ı çıxaram. Deməli, burada qalır 100. 7-ci sual. Qüvvət əmsalının bunun qüvvətini tapsaq. Qüvvəti neçə edir? 8 toplanır, vurulur da. 13 vur 4. Deməli, birinci ifadənin qüvvəti 52-dir. Bunun qüvvəti isə 20-dir. Vuranda isə üstlər toplanır. Bu da edir 62. 20, 52, bu da 4. Aha. İndi bunu 3'də 10 eləyir. 3'də 10'un bu üstü 4 vurulsun. 10'da 3'ün üstü 5. Qüvvət əmsalına neçə dəfə böyükdür deyir. İndi baxaq görək. Bunu 4 dənəsi buradan gedəcək. Qalacaq elə sadəcə. 10'da 3, 52-nin 20 cəmi 72 edir.
İndi bunun əmsalı qalacaq 2-də 10-da 3. Deyir əmsalı qüvvət əmsalı neçə dəfə böyükdür? O zaman 70-ni bölürük 3-ə, vururuq 10-a. Bu da eləyir 240. Olur A variantı. 8-ci sual sadələşdirmə. Yuxarıdan x çıxartsaq 5x plus y plus 1. Aşağıdan da y-i çıxartsaq y plus 5x plus 1. Bunlar da ixtisar gedər qalar x plus y. A variantı. 9-cu sual A və B ədədlərinin hasillərinin standart şəkildə. O zaman biz bunu 2,24 vurulsun 10 üstü 20. Bunu da 5 vurulsun 10 üstü 3 yazarıq. Vursaq indi 120 vurulsun 10 üstü 23. Bunu da 1,2 vurulsun 10 üstü 25. Standart şəkli artıq gətirdik. Tam hissəsi 0,2, yəni qiymət hissi 1,2, tərtib 25. Toplasaq da 25,2. 10-cu sual. Biz bunu nöqtəsənlə eləyərik. Bu b kvadratın yerini dəyişərik axıra. Onlar a plus 3-ün kvadratı çıx b kvadratı. A-nı top 3 vayda artırsaq. 63-dən 4-də 3. Mötərizə kvadratı çıx 36-dan 4-də 1. 1-in kvadratı. Burada bir müxtəsər toplama çıxma kimi hesab. Toplasaq nə ilə 99,4-də 4, yəni 100 vurulsun fərqi. 27,4-də 2. Yəni 100 vurulsun 27,5. Bu da deyər 2750. 11-ci sual. Müqayisə sual. Topluda elə bu sual. Bunun tip sual var. Əgər biz əsasları bərabərləşdirə bilmiriksə, müxtəlif sadə ədədlərin qüvvət edirsə, o zaman qüvvətləri bərabərləşdirərik. Yeniyərik 3 üstü 100. 2 üstü 150-ni mən. 3 üstü 100-ü mən nə yazaram? Hamısı 50 eləyə bilərəm də, yəni baxıb görürəm ki, mən bunu 9 üstü 50, bunu 8 üstü 50, bunu isə 7 üstü 50 yazaram. Bu sualın əsası B olan böyükdür. A böyükdür B-dən, o da böyükdür C-dən. Olur Y bana. 12 iştiqlamış hissəni tapaq. Deməli, bura A ilə B-nin fərqidir. Bura isə B ilə C-nin kəsməsi. Bunları nə edib? Hər ikisini götürürəmsə birləşdirirəm. Y variantı. 13-cü sual. Baxaq. MK üstüzadında MP tən böləndir. Alfa alfa. MN 12-dir. NK 18-dir. MK 20-dir. Üst olan bura 12K, bura 12, 18K tən bölən əsas xassəsi. 30K bərabərdirsə 20-yə, K da bərabərdir 3-də 2-yə. Bizə MP-ni soruşur. O zaman 12-ni də 3-də 2-yə vursaq, bu deyir 8. 14. Deməli, buradan x kvadratından x çıxır 2 olsa, 32-ni də 16 vur 2 yazsam 4 çıxacaq. Yəni 20x. Buradan 9-dan 3 çıxacaq. Buradan da x çıxacaq. 3x. Yəni kök 2x. Burada da kök 2x. Buradan da 5 çıxacaq. 5x kök 2x. Bunları toplayıb çıxsam 23-dən də 5 18x kök x ifadəsi alınır. 32-dən kiçik 3-ə bölünən ədədlər hansılardır? Deməli 3, 6, 9, 12, 15, 18, 21, 24, 27, 30. Ədəd ortası 18-dir. Baxaq, toplayıb sayına bölməliyik. Modası yoxdur, bəli, hərəsindən bir dənədir. Deməli, 100% doğrudur. Ona görə Y variantı, D variantı getdi. Median ədəd ortasına bərabərdir. Baxaq görə medianı neçədir onun? Deməli, median 3, 30, 6, 27, 9, 24, 12, 21, 15. Medianın 18 olduğu bəllidir. Median dəqiq 18-dir. İndi ədəd ortası neçədir? Görək. Amma 3 doğrudursa gərək 1 də doğru ola. 1, 2, 3 variantda yoxdur. Deməli, 1, 3 səhvdir. 1-lə 3-ün də səhv olduğu. Hı -hı. Bir dənə yalnız 2 qalır. Amma yenə də toplayıb baxa bilərik. Deməli, 33, 2-dən 33, 33, 4-dən 33. Deməli, 4 vurulsun 33. Neçə edir? 120, 12, 132. Üstə gəl 18. Neçə ədəd var burada? 1, 2, 3, 4, 5, 6, 7. Ha, burada 15-dən 18 də var bir dəqiqə. 12 ilə 21. Bu da 33. Hə, o 5-dən 33-dür. 5-dən 33-ü bir-birinə vursan neçə edir?
165. Bunu da 10'a bölərik. Çünki 10 dənə ədəddən ibarətdir. 16,5 edir. Deməli, qalan düz tapmışıq. Yalnız C. 16 2% duz məhlulundakı suyun demək bilirəm bu nə qədərdir? M qədər duz məhlul var. O zaman düsturumuz nə idi? M vurur ki, 40 qramı buxarlanır. Buxarlanmanın da düsturu nə idi? Bərabərdir. M çıxılsın 40 vurulsun faizi. Son faizi 2,5-dir. Onda 2M bərabərdir. 2,5M çıx 100. O zaman 0,5M 100. M də bərabər necə? 200. Demək, ümumi məhlul 200 qramdır. 200 qramın 200% duzdur. Nə qədər duz var? 200-ün 2%-i 4. 17-ci sual. 8-ə böldükdə qalıq 16. 6. 12-yə böldükdə 10. 18-ə böldükdə qalıq da 10 sual. O zaman bölənlərin əkobundan çıxırıq bu ədədlərin fərqi. Yəni 8, 12 və 18-in əkobun tapaq birinci. 8 ilə 12-nin əkobu 24 edir. 24 ilə də 18-in əkobu 72 edir. İndi 72-dən çıxırıq nəyi? 8 ilə 16-ın fərqi neçədir? 2. Hamısının fərqi 2-dir. Bu 2-ni çıxırıq. Deyir 70. Həqiqətən 70-i 8-ə böləndə qalıq 6 eləyir. 12-yə də bölsəm 10 eləyir. 5 dəfə düşür. Bu eyni şəkildə. Deməli 7 ilə 0-ın rəqəmləri cəmi 7. Hasılı 72 12 ədədinin cəmi mümkün olan ən kiçik qiymətini tapın. Deməli, hasılı 12-dir, 72-dirsə nə ola bilər? İki nöqtə ədədin cəminin, bu isə qonşu ədədlər olmalıdır. Cəminin ən kiçik ədəd olması üçün qonşu, məsələn 8 ilə 9 qonşuda, amma hasılı 72-dir. Daha sonra biz nə götürə bilərik? Hasılı 70, məsələn 2,36. Amma qonşu olmadığına görə cəm daha böyükdür. Bizə də cəmi ən kiçik dediyinə görə 17 olacaq. ABC bucağında baxaq. ABC üçbucağında AB 5'dir, BC 7'dir. Burada X'dir bilmirəm. Və ABC ən böyük bucaq. Ən böyük bucaqdırsa bizə bilir ki, üçbucaqda böyük bucağın qabağında tərəf daha böyükdür. Yəni X istənilən halda 5-dən də böyük olacaq, 7-dən də böyük olacaq. Digər tərəf isə üçbucaq bərabərçilikdir. Cəmindən kiçik olmalıdır. O zaman X nə ola bilər? 8, 9, 10, 11. Bu deyilir necə? 20, 10, 38, 38 B variantı. 20-ci sual. ABC bucağında bucaq C 90'dır. AC 4'tür, BC 8'dir. Bizə tangens CAB bölünsün. Aha. Onda belə çıxır ki, biz bunu 30-60'dan yazıb yox. Tangens nəyə soruşur? CAB. CAB. Tangens CAB buranı soruşur. Alfa. Hər tangens kosinus CBA. Burada betadır. Yəni tangens alfa bölünsün, kosinus beta. Bunu soruşur. Pifaqora girsək 64 16 kök altında 80 bura eləyir. Bu da 16 kök 5 yazaram. 4 kök 5 yazaram. İndi aparıb tangens. Tangens nədir? Qarşının bitişiyə nisbəti. 8 bölü 4 2 bölünsün kosinus. Kosinus nədir? Bitişiyin hipotenuza 8 bölünsün 4 kök 5. Bunu tərsinə çevirsək eləyər nə? 8 kök 5 bölü 8 bu da eləyər kök 5. Y variantı. 21. A çıx B5 bu olarsa bu ifadəsinin qiymətini tapın. Aparıb əvəz etmək sonra da yaza bilərik. Sadəcə A plus B-nin kvadratı nəyə bərabərdir? E, A çıx B-nin kvadratı plus 2AB yazaram. Biz şimdi burada AB'ni tapmalıyıq. Onu da buradan taparıq. Bunu da A çıx B-nin kvadratı plus 2AB yazarıq. Ha, plus 4AB yazarıq. Burada 4AB yazarıq. Burada 2AB. Bu bərabərdir 43-ə. Yəni 25 plus 2AB bərabərdir 43-ə. O zaman 2AB nəyə bərabərdir? 18, AB 9. Gətirib yerinə yazsın. Yəni 25 üstə gəlsin o zaman 4 vur 9, 36. Bu da edir 61 Y variantı. 22 tənasüb 9'da 7 bölü X bərabərdir 3'də 5 bölü 7'də 18.
Çarpaz, yəni kənar hədlərin hansıdır, orta hədlərin hansı qaydasını istifadə eləsək, onda nə olar? X vurulsun 3-də 5, bərabər də 9 7 vurulsun 7-də 18. 7-lər getdi, bərabərdir 2. X-i tapsaq 2 vur 3 böl 5. 6-nı da 5-ə bölsən 1,2 A variantı. M-i 8-ə bölündə qalıq 5 alınırsa, bunu 8-ə aparıb M-in yerinə 5 yazıb hesab yazıq elə. 25 plus 25 plus 29. Bu da edir 79. 79-u da 8-ə bölsəm qalıq 7 eləyər. 24 ifadəsinin qiymətini tapın. Baxaq görək nə edərik. 2 qat radikala da oxşuyur. Və yaxud hmm, buradan 8-dən nəsə çıxarda bilərik çölə. Kök 2-ni, kök 8-i çölə çıxartsaq, qalar kök 8 plus kök 3. Daha sonra buradan da başqa nə edə bilərik? Bax, kök altında kvadrata yüksəldib da vura bilərik. Buradan da kök 2-nin metodumuzu xaricdən çıxarsaq, yəni 2-ni çölə çıxarsaq kök 2-ni qalar 11 çıx 4 kök 6. Kök 2-ni kök 8-ə vursaq 4 eləyər. Bunu da kvadrata yüksəldib kökə salaraq 1 kök altına. Bu da eləyər nə? Kök altında kvadratlar hasilinin müxtəsər kimi kvadrata yüksəlsək 11 plus 2 vurulsun kök 24. 24 də 2 kök 6 yazarıq. Və 11 çıxılsın 4 kök 6. Bu da belə boşuma alınır bir-birinə. 4 vurulsun 121 sıx 16-nı 6-ya vursam 96. Bu da eləyər 4 vurulsun 5. Yəni 20. Bu da çıxmadı. 4 kök 25. Cavab olar 20. Belə bir maraqlı sual idi. 25 baxaq. Boş hovuzu bir boru 6 saata dolur. İkinci boru ilə isə tam dolu hovuz 8 saata boşalır. Əgər bir boru 6 saata doldurursa, deməli bir dənə boş hovuzdur. Bu 1 saata 6-da 1-ini doldurur. 8 saata boşaldırırsa 1 saata 8-də 1-ini boşaldır. İndi tam tutaq ki, bu hovuz dolub. İndi 8 saat yəni boşaldan borunu 2 saat açıq qoydular. Əgər 1 saata 8-də 1-si boşalırsa, 2 saata 4-də 1 boşalır. Deməli artıq borunun, yəni hovuzun 4-dən 1-i boşdur. İndi eyni anda deyir, bunları biz qatsaq neçə saat yenə dolar. İndi dolma saatını tapanda biz 6-da 1-dən 8-də 1-i çıxırıq, vururuq T-yə. Bərabər eləməliyik nəyə o zaman? Mən normalda 1-ə bərabər edirik tam doldurmaq üçün. Amma bizdə hovuz boş deyil, axı hovuzun 4-də 3-ü doludur artıq. 4-də 1-i boşdur. O zaman 4-də 1-ə bərabər edəcəyik. Bu deyəcək, sadələşdirsə 24-də 2 vur T bərabərdir 4-də 1. Daha doğrusu 48-də 2. 48-də 2. O zaman buradan da T-ni alarıq 6. Deməli 6 saata tam doldurar yenə. 26-cı sualın cavabı. 25-ci sualın cavabı oldu 6. İndi baxaq növbətiyə. Bura 70-dir. Beta 150-dir. Beta 150-dir o zaman bura 30-dur. Burada alfadır o zaman alfa alfa. Və bunların da cəmi solların cəmi sağa bərabərdir. Alfa da bərabərdir 40-a. Və 27 yenə həndəsə insanlaşdırır. Uyğun tərəf perpendikulyardırsa, o zaman ya bərabər ya cəmi 180-dir. Alfa 42-dirsə, ola bilsin yenə alfa da beta da 42 ola bilər. 1-ə Y və yaxud cəmi 180. O zaman beta 138 ola bilər. D. Alfa 136-dırsa yenə 136 ola bilər və yaxud cəmi 180 44 ola bilər. A variantı da bura gəldi. İndi gəldik bura. Alfa bərabərdir o zaman beta plus 74-də. O zaman bunlar heç vaxt bərabər ola bilməz. O zaman cəmi 2 beta plus, yəni alfanın yerinə bunu yazsaq, 74 bərabərdir 180-da. O zaman 2 beta 106, beta 53. Betası 53 olan bir dənə B variantında var. Bir də 53-ün üstünə, əgər beta 53-dürsə, alfa neçə olar? 127.
O da variantlarda yoxdur. 1y, 2d, 1y'd, 2b, 3a. Keçə 28, 29, 30-cu sual. 20 kiloqram 8% duz məhlulu ilə 25 kiloqram 4% duz məhlulu qarışdırıb, üzərinə də 5 kiloqram su əlavə etdikdə neçə faizi duz məhlulu alınır? Birinci bunun faizini tapıb üstünə ayrıca da hesablaya bilərik. E, ya da bir yerdə də hesablaya bilərik. Deməli 20 kiloqram bu qablar üsulundan yazaq. 20 kiloqramın 8% duz məhluludur. O zaman 20-nin 8% nə qədər eləyir? E, 1,6 kiloqram. Daha sonra 25 kiloqramı düz duz məhluludur. 4%dir. 25-in də 4% nə qədər eləyir? 1 kiloqram. Ha, 1 kiloqram eləmirəm da. Bir dəqiqə baxaq. Hə, düz eləyir də. Bu da 1 kiloqram eləyir. Bir də üzərinə gəlir 5 kiloqram su. Suyun da faizi 0% olduğuna görə 5-in də 0% ilə 0. Yekundakı faiz nəyə bərabər olur? Ümumi yükdə nə qədərdir? 50 kiloqram. 50 kiloqramın neçə qramı belə deyək, kiloqramı duzdur. 2,6 kiloqram. Çünki duzlar toplanır. Faizi də çevirsəm 2,6-nı bölürəm 50-yə, vururam 100-ə. Bu deyir 5,2 faiz. Deməli, faiz olar 5,2. 29 uzunluğu 70 olan AD parçası BC ile 2/4 nisbətində bölünür. O zaman 2x, 3x, 4x toplam əldə edilir. 9x 72, x de 8 alınır. O zaman bura 16, 24, 32'dir. Bizden AB ile CD'nin orta nömrələr arasındakı məsafədə AB'nin ortası 16'nın ortası bura 8 qalır. CD'nin de ortası burada 16 qalır. Deməli 8, 16, 24. 8 plus 16 və yaxud ümumi uzunluqdan çıxıram bu kənardakı hissələrə 16 ilə 8-i. 24-ü çıxacam, yenə eləyəcək 48. Hər ikisinin cavabı 48 eləməli. İsbət suala baxaq, üçbucağın uzunluqları AB olan iki mediana qarşılıqlı perpendikulyardır. Deməli, bu üçbucağın medianları iki dənəsi qarşılıqlı perpendikulyardır. Deyir, üçüncünün uzunluğu A kvadrat plus B kvadrat olduğunu tap. İndi buradan bir dənə üçüncünü də çəkirəm. Təbii ki, medianlar 2-in 1 nisbətində bölünür. Bura x desəm, bura 2x-dir. Bura y desəm, bura 2y-dir. Bura z desək, bura 2z. İndi baxaq. Pifagora girsək, buradan, yəni bu tərəf bərabərdirsə. 2x-in kvadratı ilə 2y-in kvadratları nə olacaq kök altında? Yəni kök altında o zaman 4x kvadratı plus 4y kvadratı. Favor. Buradan da ikinci çölə çıxardarıq. X kvadratı plus y kvadratı alınır. Və eyni şəkildə z nəyə bərabərdir? Düzbucaqlı üçbucağın medianı hipotenuzun yarısıdır. O zaman z də bərabərdir. Buran hipotenuz desək, 2 kök altında x kvadrat plus y kvadratının yarısı. Yəni kök altında x kvadrat plus y kvadrat. İndi baxaq. Z-ə nə aldım mən? X kvadrat plus y kvadratına bərabər aldım. İndi məndən deyir ki, əgər AB olarsa, indi əgər 2x üçün, 2y üçün əgər qayda ödənirsə, deməli 3x üçün də ödənməlidir da. Yəni, qısacası mən A nəyə deyəcəm? A bərabərdir 3x-a, B də bərabərdir 3y-a. Onda C də bərabərdir 3z-ə. İndi eyni qaydada, əgər 2x, 2x olanda ödənirsə, deməli 3x, 3x olanda da ödənməlidir. 3x, 3y olanda da ödənməlidir. Yəni, medianların o zaman uzunluqları nə olacaq? C bərabərdirsə 3z-ə. Aparıb indi hesablayaq yenə. A kvadratı, üçüncünün uzunluğu deyir A kvadrat plus B kvadratıdır. Üçüncü nəyə bərabərdir? 3z-ə. 3z nəyə bərabərdir? 3 vurulsun kök altında x kvadrat plus y kvadrat. Düzdürmü? Hı -hı. Və bunun özü nəyə bərabərdir? Bu C. Yəni Z nəyə bərabərdir? Hipotenuzun yarısına. O zaman 3 vurulsun, 2 vurulsun kök altında x kvadrat plus y kvadrat yazarıq. Bu oldu artıq yenə hipotenuz. Burada da 2x olmasın. Yəni buradan 2-ni biz mötərizə xaricə çıxartmışıqsa
Yəni bu x kvadrat plus y kvadratı bu x y-ə görədir. O zaman mən aparıb, yəni belə deyək də, a üçün b üçün nəzərə alsam, 3x-in kvadratı, yəni bu tərəfləri bura girmirəm. Eyniliyə çevirək də. Heç bunlar lazım deyil. Tutaq ki. 3x-in kvadratı nə olur? Üstə gəl 3y-in kvadratı bərabər 9x kvadrat plus 9y kvadratı. İndi mən bundan kök alsam, çünki kök altında deyir. 9'u da çölə çıxarsam, 3 kök altında x kvadrat plus y kvadratı. Mən yuxarıda almışdım ki, x kvadrat plus y kvadratı z-ə bərabərdir. O zaman gətirib, burada da yerinə yazsam, olar 3z. Bitdi. Deməli, buradan da ifadə edə bildimsə, deməli, 3z nəyə bərabərdir? C-yə bərabərdir. Və sonra bu formada ifadə oldu. Dedim ki, A-nın kvadratı ilə kök altında A-nın kvadratı, B-nin kvadratı bərabərdir C-yə. Yəni bu formada. Həqiqətən aparıb yerinə yazanda doğru olduğu da bu da ispat olundu. Biz iki yolla getməyə çalışdıq, amma ən yaxşı yol budur. Sualların izahı bitdi. Növbəti sınaqlarda görüşənədək kanala abunə olmayı unutmayın. Sağ olun.